Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə görüş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində təşkil olunub. Görüşdə məhkəmə sədrinin müavini Müşfiq Həsənov, Kommersiya Kollegiyasının sədri Səxavət Bəylərli və Cinayət Kollegiyasının hakimi Vüqar Quliyev inzibati, mülki, kommersiya və cinayət icraatları üzrə məhkəmə praktikasında rast gəlinən təcrübələri tələbələrlə bölüşüblər. Həmçinin hakimlər tələbələrin suallarını cavablandırıb. Sonra tələbələrin iştirakı ilə Konstitusiya və Gənclər hüquqlarımızı bilirmi mövzusunda panel müzakirə keçirilib. Gənclər özellikle de başa düşməlidirlər ki, hüquq sadəcə onların bədbəxt hadisələrə düçar olduqları vaxt deyil, ictimai münasibətlərin hər bir sahəsində lazım olacaq. Qeyd edək ki, may ayının 6-sında öz işinə başlamış Konstitusiya marafonu layihəsi çərçivəsində tələbələrin iştirakı ilə Konstitusiya Olimpiyadası və məhkəmə simulyasiyası da keçirilib. Məqsəd tələbələrə konstitusiyon dəyərlərinin aşılanması ilə yanaşı, onların hüquqi biliklərinin möhkəmləndirilməsi, tənqidi düşüncə, hüquqi təfəkkür, liderlik və komanda ilə işləmə, qərar vermə, problem həll etmə kimi bacarıqlarının inkişaf etdirilməsidir. Konstitusiya layihəsi çərçivəsində keçirilən tədbirimizdə hakimlərin verdiyi uğurlu məsləhətlər, gələcəyə dair planlarımızda olan məsləhətlər bizim üçün çox yaxşı oldu həqiqətən də. Məhkəmədə qaldırılan inzibati işlərlə bağlı məsələlər bizim gələcəyimiz üçün çox yaxşı məsləhətlər oldu. Ümumi olaraq bu kimi görüşlərin və tədbirlərin təşkil olunması biz tələbələrin məhkəmə hüquq sahəsində təşkilatçılığın və marağının artırmasına kifayət qədər dəstək olur və düşünürük ki, bu görüş kifayət qədər məhsuldar oldu. İnanırıq ki, bu görüş çərçivəsində hakimlərlə görüşən tələbələr gələcəkdə məsələ məhkəmə hakimiyyəti orqanlarında təmsil olunacaqlar. Samiq Nuriyev, ATV Səyad, Arzu Sadiqov, NTV Xəbər.